Salam uşaqlar, bugün 5 aprel 2026-cı ildə keçirilmiş sınaq imtahanının izahına baxaq. 31-ci sualda perimetri 40 sm olan, hündürlüyü 6 sm olan rombun sahəsini tapın. Perimetri 40-dır. 40. Rombun perimetri P bərabərdir 4A-dır. 4A bərabərdir 40, A da bərabərdir 10. Hündürlüyü isə 6-dır. H bərabərdir 6-ya. Rombun sahəsini istəyir bizdən. S bərabərdir AH düsturundan. S bərabərdir 10 vurulsun 6 bərabərdir 60. C variantı. 32-də birhədlinin dərəcəsi əmsalına neçə dəfə böyükdür? Deməli, bu birhədlinin dərəcəsi 4 üstəgəl 6 bərabərdir 10. Əmsalı isə əmsal 2-dir. Dərəcə əmsaldan neçə dəfə böyükdür? Onu bölürük 2, eləyəcək 5. A və B çoxluqları üçün n A ilə B-nin fərqi n B-ni verib. Deməli, n B ilə A-nın 8-ə bərabərdir. Birləşməsi 21. Kəşfini soruşur bizdən. Bir dənə Venn diaqramı çəkək. A, bu da B. Və n A ilə B-nin fərqi yalnız A-da olan elementlərin sayını göstərir. Yazırıq bura 6. N B ilə A-nın fərqi deyəndə yalnız B-də olan elementlərin sayını göstərir və birləşməsi 21-dir. Deməli, biz bunu Venn diaqram üzərində də yaza bilərik və ayrı hesablama yolu ilə də yaza bilərik. Birləşməsi x-dır, bilmirik. Deməli, 6 üstəgəl x üstəgəl 8 bərabərdir 21-dir. 14 üstəgəl x 21, x da bərabərdir 7 olacaq. Deməli, n A ilə n A ilə B-nin kəsişməsi 7-ni verəcək. Cavab A. Ədəd oxu üzərində 5 vahid məsafədə yerləşən ədədlərin cəmini tapın. Ədəd oxunu çəkək. 5-i 12 ədədindən 12 ədədini qeyd edək. 5 vahid məsafə 12-nin üzərinə gəlirik 5. Eləyəcək 17. Digər tərəfdən sol tərəfə baxsaq 12-dən 5-i çıxırıq. Eləyəcək 7. Və bu ədədlərin cəmini bizdən soruşur. Deməli, 5 vahid məsafədə yerləşən ədədlərin cəmini bizdən soruşur. 7 üstəgəl 17 bərabərdir 24. 35. M bərabərdir 5-də 2 üstəgəl 2-də 5 ədədinin kəsr hissəsini tapın. Deməli, n bərabərdir. Biz bunu gəlin birinci toplayaq, sonra 5-də 2 üstəgəl 2-də 5. Ortaq məxrəcə gətirsək, olacaq 10-da 4 üstəgəl 25 bərabərdir. 10-da 29, o da eləyəcək 2,9. Bu ədədin kəsr hissəsi olacaq. 2,9-u biz yazırıq. 2,9 2 onun tam hissəsidir. 0,9 isə kəsr hissədir. A variantı. 36-da ifadənin qiymətini tapın. Deməli, biz birinci kəsrin kök altında 2-də 4-ü irrasionallıqdan azad eləyək. Kök altında 2-yə vuraq. Digərini olduğu kimi saxlayaq. Bərabərdir. Olacaq 2-də 4 kök altında 2 üstəgəl 4-də kök altında 2 bərabərdir. Bunlar ixtisar getsə olacaq 2. Deməli 2 kök altında 2 üstəgəl 4-də kök altında 2 eləyəcək 4-də 8 üstəgəl 8 kök altında 2 üstəgəl kök altında 2 o da eləyəcək 9 kök altında 2. A variantı. Sonra 37-də deyir ki, bu ədədlərdən ibarət olan sıranın modası 2-dir. Bu sıranın ədəd ortasını tapın. Deməli, sıramız budur. 2, 5, 5, A, bir də B. Moda nədir? Ən çox təkrarlanan ədəd modadır. Deməli, burada deyir ki, bizə bu sıranın modası 2-dir. Deməli, 5-lərin sayı 2-də nədir? 2-lərin sayı daha çox olmalıdır. O zaman biz burada A-ya da 2 desək, B-yə də 2 desək, moda artıq bu sırada 2 olacaq. Və bu ədədlərin ədəd ortasını tapmaq üçün toplayırıq bu ədədləri və sayına bölürük. Deməli, burada 5 dənə ədəd var. 5-ə bölürük. Bərabərdir. 3 dənə 2-nin 6, üstünə gəlirik 10, 16. 16-nı bölürük 5-ə, eləyəcək 3,2. Cavab D variantı. 38.
EBOB 24, 36-nı tapın. Deməli 24-ü sadə vuruqlarına ayıraq. 2, 12, 2, 6, 2, 3, 3, 1. 36-nı sadə vuruqlarına ayırsaq. 2, 18, 2, 9, 3, 3, 3, 1. Deməli, biz EBOB-da oxşar ortaq olanları götürürdük. Ortaq olanlar hansılardır? Deməli, EBOB 36, 24, 36-nın EBOB olacaq. 2 vurulsun, 2 vurulsun, 3 bərabərdir 12. Cavab D variantı. 39-da mən bunu kəsirlə yazacağım. Ya da ehtiyac yoxdur. Yəni, burada vurmadırsa, əsasları bərabər olan kəsirlərdən vurmada yazırıq. A üstü -12 əsaslar bərabər olduğuna görə qüvvətləri toplayırıq. -12 üstə gəl 8 eləyəcək -4. Bölək A üstü -9. Böləndə isə əsaslar bərabər olanda qüvvətləri çıxırıq. A üstü -4 çıxılsın -9. Bərabərdir A üstü -4 üstə gəl 9. Bərabərdir A üstü 5 eləyəcək. Cavab A. X üstü 4 çıxılsın 81 çoxhəddisin vuruqlarından biri hansıdır? Biz bunu vuruqlarına ayıraq. 81, x üstü 4 çıxılsın 81 bərabərdir. Yazıram. X-in kvadratı çıxılsın 9, x-in kvadratı üstə gəl 9. Bərabərdir. X-in kvadratı çıxılsın 9-u yenidən vuruqlarına ayıra bilərəm. X üstə gəl 3, x kvadratı üstə gəl 9. Deməli, bizdən soruşur ki, bu çoxhəddisin vuruqlarından biri hansıdır? Olacaq x kvadratı üstə gəl 9, yəni A variantı. 41. 30 ədədinin 2, 3, 5 nisbətində bölünməsindən alınan ən böyük ədədi tapın. Yəni, alınan böyük ədədi tapın. Biz bu nisbət şəklində veriləndə yanına x qoyub toplama ilə işləyirdik. Deməli, 2x üstə gəl 3x plus 5x bərabərdir 30. 5, 10x bərabərdir 30, x da bərabərdir 3-ə. Həmin bu ədədin bölünməsindən alınan böyük ədədi istəyir bizdən, yəni 5 vurulsun 3 bərabərdir 15. 42. Mərkəzi O nöqtəsində olan çevrədə AB vətərdir. Deməli, AB vətər, qırmızı ilə yazaq. AOB bərabər tərəfli üçbucağın perimetri 18-dir. Çevrənin uzunluğunu soruşur bizdən. Çox əslində sadədir bu. Deməli, AB vətərdir. Bu da AOB-də bərabər tərəfli üçbucaqdır və perimetri, deməli, 3 perimetri bərabər tərəfli üçbucağın tərəfi A-dırsa, olacaq 3A bərabərdir 18, A da bərabərdir 6. Və çevrənin uzunluğunu soruşur bizdən. Deməli, burada radius olacaq, yəni tərəf A-dırsa, A həm də radiusdur. Radius olacaq 6. Çevrənin uzunluğu C bərabərdir 2 pi R düsturundan C bərabərdir. R-in yerinə yazıram 6-nı eləyəcək 12 pi. Belə 12 pi cavab C variantı. Sonra 6x kvadrat çıxaq 5x plus 1 bərabər 0 tənliyinin kiçik kökünü tapın. Və biz burada diskriminantdan istifadə edirik. D bərabərdir B kvadratı çıxılsın 4AC. D bərabərdir. Deməli, B-miz 5-dir. Olacaq 5-in kvadratı 25, yəni -5-dir. -5-in kvadratı 25 çıxılsın 4 vurulsun 6 vurulsun 1. Bərabərdir. 25-dən 24 çıxanda eləyəcək 1. Deməli, x bərabərdir. X bərabərdir. Birinci kökü tapanda olacaq 5 plus köklər düsturu budur. x1, 2 bərabərdir. -b plus minus kök altında d bölünsün 2a. x1 bərabərdir. 5 üstə gəl 1 bölünsün 2 vurulsun 6, yəni 12. O da bərabərdir 6, 12-də 6 eləyəcək 2-də 1. Digər ikinci kök isə deməli 5-dən 1-i çıxıram, bölürəm 12-yə eləyəcək 12-də 4 eləyəcək 3-də 1. Bizdən də kiçik kökü soruşduğuna görə 3-də 1 kiçik kökdür. Y variantı. A və Y parçası verilib. AB BC-yə bərabərdir. Bilirik biz burada deməli BC-yə bərabərsə bunu x yazaq. AB-ni 2x yazaq. CD də olacaq 2x.
bir-birinə bərabərdir. BF də FC-yə bərabərdir. BF FC-yə. Həqiqətən də BF FC-yə bərabərdir. Yəni bunu əvvəlcədən biz yazmalıyıq. Ortadan bölünübdür. Yəni bölünməyə də bilərdi. Amma yəni şərt verib ki, BF FC-yə bərabərdir. Bu daha rahat oldu. Deməli AC bölü YF-i tapın deyir. CD AB, bunu da yazmamışam. 2x. Deməli AB bərabərdir BC, bərabərdir CD, o da bərabərdir DY. Bizdən soruşur AC bölünsün YF-i. Bərabərdir. AC nə qədərdir? AC 4x, 4x. YF isə 4, o da 5x. 5x. X-lar gedəcək, olacaq 5-də 4, o da eləyəcək 0,8. A variantı. 45. Perimetri 24 cm olan ABCD paralelogramında AC 8'dir. ABC üçbucağının perimetrini soruşur bizdən. Perimetri deməli ABC üçbucağının perimetrini soruşur bizdən. Deməli A'dır, burada A'dır. Bura B'dirsə, bura isə də B'dir. Deməli perimetri 24 cm olan ABCD paralelogramına baxaq. İlk öncə P bərabərdir 2. A üstəgəl B. Bu paralelogramın perimetri düsturudur. 2 A üstəgəl B 24'ə bərabərdir. A plus B bərabərdir 12 və bizdən ABC üçbucağının perimetrini soruşursa, üçbucaq ABC perimetr ABC bərabərdir. A üstəgəl B üstəgəl 8. O da bərabər olacaq. 2 bərabərlik yazmayaq burada. 8. Deməli P ABC bərabərdir. A üstəgəl B-nin qiyməti 12'dir. Üstəgəl 8 bərabərdir 20 edəcək. Cavab D. 46. X bərabərdir 19 verib. Deyir ki, bu ifadənin qiymətini tapın. Yəni x bərabərdir 19'da qiymətini tapın. X kvadratı ilk öncə biz bu ifadəni sadələşdirək, sonra həll edək. Birbaşa yerinə qoysaq, o bizim üçün həm vaxt ikisi, həm də çətin olacaq. Deməli, məxrəci x çıxılsın 1, x üstəgəl 1 kimi yazsaq, sürəti isə V teoreminə görə hansı iki ədədi vuranda 5 eləyəcək, hasili 5, cəmi isə 6 eləyən ədədlər hansı olacaq? X çıxılsın 1 və 5. 1 və 5. Ona görə yazıram. 1 və 5 kökləridir. Bərabərdir. Bunlar ixtisar gedəcək. Olacaq x üstəgəl 1-də x çıxılsın 5. X-in qiymətini yerinə qoysam, deməli 19 plus 1, 19 çıxılsın 5. Bərabərdir. 20-də 14. O da olacaq. İxtisar getsə, olacaq 10'da 7. Belə. 47. Deməli, belə bir ifadə verib. B-də A üstəgəl A-da B bərabərdir 12. Bizdən soruşur ki, AB-də 3A-nın kvadratı üstəgəl 3B-nin kvadratı ifadəsinin qiymətini tapın. Biz nə edirik? İlk öncə burada 3'ün mötərizə xaricine çıxardaq. AB-də 3A kvadratı üstəgəl B kvadratı. Bilirik, deməli 3'ü kəsin qarşısında da yaza bilərik. Kəsin qarşısında yazaq burada. Onda mötərizə ehtiyac olmayacaq. Deməli A kvadratı üstəgəl B kvadratı bərabərdir. 3 qalsın kəsin qarşısında. Deməli biz bunu A kvadratını ayrı-ayrı kəsirlərdə də yaza bilərik. Yazın belə. AB üstəgəl AB-də B kvadratı kimi də göstərə bilərik. O da bərabərdir. 3 vurulsun. A'lar ixtisar gedəcək. Olacaq A bölünsün B. Burada isə B'lər ixtisar gedəcək. Olacaq B bölünsün A. Bərabərdir. Deməli, B'də A üstəgəl A'da B'nin qiyməti verilib 12. Olacaq 3 vurulsun 12 bərabərdir 36. 48. A parametrin hansı qiymətdə təniklər sisteminin həlli yoxdur? Təniklər sisteminin nə zaman həlli yox idi? A1 bölünsün A2 bərabərdir. B1 bölünsün B2 fərqlidir. C1 bölünsün C2 olduqda bu şərt ödəndikdə təniklər sisteminin həlli olmurdu. Deməli, A bölünsün 6, əmsalları bir-birinə böləcəm. 2 bölünsün 3 bərabərdir. 8 bölünsün -4 fərqlidir. Deməli, bunu həll etsək olacaq 3
A bərabərdir 12, A da bərabərdir 4. 4. İndi digərində ilə A bərabər 4 qiymətində həlli yoxdur. Digər şərti bir dənə yazaq. Burada bundan bunu bərabər eləyək. Olacaq -4A bərabər fərqlidir 32, A da fərqlidir -8. Həqiqətən də A parametrin hansı qiymətə tənliklər sisteminin həlli yoxdur. Yəni bu şərt ödənir. A bərabərdir 4 qiymətində. Həqiqətən də yəni 4 -8-dən fərqlidir. Sonra 49. 49-da AB üstü xətt. Yəni bunu açaq. Olacaq 10A üstə gələk B plus 10B plus A bərabərdir 154. 154. Olacaq 11A üstə gəl 11B bərabərdir 154. Hər tərəfi 11-ə bölsək, olacaq 1, o da 4. 14. A üstə gəl B cəmini soruşur, cavab 14. Daha sonra 50-də ABC üçbucağında adi tənböləndir. Tənbölən olduğunu göstərmək lazımdır. Bucaq B 70 dərəcədir. 70. Bucaq C 80 dərəcədir. BDA-nın dərəcə ölçüsünü bizdən soruşur. Deməli, ADC üçbucağında alfa üstə gəl 80 bərabərdir. Buna bir beta yazım. Bizdən betanı soruşur. Betaya bərabərdir. Niyə? Çünki üçbucağın iki daxili bucağının cəmi ona qonşu olmayan xarici bucağına bərabərdir. Deməli, alfa üstə gəl 80 betadır. ABD üçbucağından alfa üstə gəl 70 üstə gəl beta 180-ə bərabərdir. Burada betanın yerinə biz qiymətin yerinə qoyaq. Yəni betanın yerinə alfa üstə gəl 80 yazaq. Bərabərdir 180. 2 alfa üstə gəl 150 bərabərdir 180. 2 alfa bərabərdir 30. Alfa da bərabərdir 15. Alfa 15-dir. Yerinə qoysaq buradan alfanın yerinə 15. Betamız olacaq 80 üstə gəl 15 olacaq 95. Cəmi 100 dərəcə olan qarşılıqlı bucaqlardan biri düz bucaqdan neçə dərəcə kiçikdir? Deməli, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Yəni, cəm 100-dürsə, deməli, iti bucaqların cəmi 100-dür və biri 50 dərəcə olacaq. 50 dərəcə. Düz bucaqdan neçə dərəcə kiçikdir? Düz bucaq da bilirik ki, 90 dərəcədir. Çıxırıq 50 dərəcəni, bərabərdir 40 dərəcə. 52. ABCD düzbucaqlısında AC bərabərdir. Bu ifadə BD digər ifadəyə bərabərdir. Deməli, AC və BD. AC diaqonalının uzunluğunu bizdən soruşur. Bilirik ki, düzbucaqlıda AC diaqonalı bərabərdir BD diaqonalı. Diaqonalar bir-birinə bərabərdir. O zaman verilən ifadələri də bir-birinə bərabər yazırıq. Üstə gəl 3 bərabərdir BD. X kvadratı çıxılsın 5x üstə gəl 24. Sol tərəfə keçib çıxsaq, olacaq x kvadratı, üstə gəl 4x, çıxılsın 21, bərabərdir 0. Buradan Viet teoreminə görə hansı iki ədədin hasili -21 toplayanda -4 eləyəcək. Olacaq x bərabərdir -7 ilə x bərabərdir 3. Həqiqətən də vuranda -21 toplayanda -4 eləyəcək. Və biz burada bunu götürmürük, çünki məsafə mənfi ola bilməz. X bərabərdir 3-ü götürəcəyik. Bizdən AC diaqonalını soruşur. AC nə idi? 2x kvadratı çıxılsın x üstə gəl 3 idi. X-in yerinə yazıram 3. 2 vurulsun 9 çıxılsın 3 üstə gəl 3. Bərabərdir 18. Sinifdəki şagirdlərin 20% riyaziyyat, 7-də 2 hissəsi kimya dərnəyində iştirak edir. Bu iki dərnəkdəki şagirdlərin saylarının fərqi 3-ə bərabərdir. Olarsa sinifdə neçə şagird var? Sinifdəki şagirdlərin 20% riyaziyyat, sinifdə x şagird varsa 20%, yəni 0,20-si, deməli, geniş şəkildə yazım, %20-si x deməli, riyaziyyat, yəni 0,2 x riyaziyyat dərnəyində iştirak edir. 7-dən 2-si isə, buna yazaq riyaziyyat, 7-dən 2 hissəsi isə kimya dərnəyində iştirak edir. Bu iki dərnəkdəki şagirdlərin saylarının fərqi 3-ə bərabərdir. Yəni biz 0,2-dən
Deməli, çıxırıq sinifdəki saylarının fərqi 3-ə bərabərdirsə, deməli 7-də 2-dən çıxırıq 10-da 2-ni bərabərdir olacaq. 70-də 20 çıxılsın 14. X yazırıq bura. Bərabərdir 3-dür. Deməli olacaq 20-də 6x bərabərdir 3. X da bərabərdir 20 vurulsun 3 bölünsün 6. 10 şagird. 10 şagird. Sinifdə neçə şagird var? Deməli 10 şagird var. 54-də ABC ədədləri verilmişdir. B ədədi A ədədindən 2 vahid, C ədədindən 6 vahid böyükdür. Deməli, B ədədi A ədədindən 2 vahid böyükdür. ABC ədədləri verilib. B A-dan 2 vahid böyükdür. Olacaq 2 bərabərdir A. Ya da biz belə yaza bilərik. Bunun eybi yox qalsın. C ədədindən isə 6 vahid böyükdür. B ədədi C ədədindən 6 vahid böyükdür. 6 vahid böyükdür. Ədədlərdən ən kiçiyi ən böyüyünün 4-də 3 hissəsi olarsa, A üstəgəl B üstəgəl C cəmini tapın. Ədədlərdən ən kiçiyi ən böyüyünün 4-dən 3 hissəsidir. Deməli biz bunu yazaq. Daha aydın olacaq. 1 2 bu da 3. Deməli yazırıq bura. ABC ədədlərini B ədədi A ədədinə 2 vahid, C ədədindən 6 vahid böyükdür. Deməli yazaq bura. B ədədinə x-la yazaq daha yaxşı. B ədədi A ədədinə 2 vahid böyükdürsə, ona görə biz B-yə yazırıq. X üstəgəl 2, A-ya yazırıq x. C ədədindən 6 vahid böyükdürsə, yazırıq x üstəgəl 6. Ədədlərdən ən kiçiyi ən böyüyünün 4-dən 3 hissəsi olarsa, deməli ədədlərdən ən kiçiyi budur, ən böyüyü də budur. Bizə deyir ki, ədədlərdən ən kiçiyi ən böyüyünün 4-dən 3 hissəsi olarsa, yazıram x bölünsün x üstəgəl 6 bərabərdir 4-də 3. Və bunun tənasüblə yazsaq, 4x bərabərdir 3x üstəgəl 18, x da bərabərdir 18. A üstəgəl B üstəgəl C cəmini tapın deyirsə, burada olacaq, deməli, x 18-dirsə B olacaq 20. A olacaq 18, C olacaq 24 və bunların cəmi 20 üstəgəl 18 üstəgəl 24 eləyəcək 38 üstəgəl 24 eləyəcək 62. 55-də deyir, perimetri 64, yan tərəfi 25 olan bərabər yanlış bucağın perimetri 64, yan tərəfi 25 olan bərabər yanlış bucağın sahəsini tapın. Yan tərəfi 25, bu da 25. Onda perimetri 64-dürsə, 64-dən 50-ni çıxanda olacaq bura 14. Bərabər yanlış bucağın sahəsini tapın deyirsə, Heron düsturuna yaza bilərik. Yarım perimetri tapaq. Deməli, P bərabərdir. P yarım perimetri 64 bölünsün 2 eləyəcək 32. S bərabərdir. Deməli, burada S bərabərdir. P vurulsun, P çıxılsın A, P çıxılsın B, P çıxılsın C düsturu ilə tapsaq, S bərabər kök altında 32 vurulsun, 32 çıxılsın 25, 32 çıxılsın 25, bir də 32 çıxılsın 14. Kök altında bərabərdir. 32 vurulsun, 7 vurulsun, 7 vurulsun 16. O da bərabərdir. Olacaq belə. Kök altında 32-ni 2 vurulsun 16 kimi yazsaq, 2 16-dan bir dənə 16 çıxacaq, 2 7-dən 1 7 çıxacaq, kök altında 2. O da eləyəcək. Deməli, 7-ni 16-ya vuranda 70 42 112 kök altında 2. Əgər hesablama səhvim olmadısa, yəni həllər belə olacaq. Əsas həll yolları düzdür. Ola bilər hardasa hesablama səhvi olsun. Oldu uşaqlar, çox sağ olun. Sizə uğurlar arzulayıram.